Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər. Yenə də sizin qarşınızdayım. Çünki artıq Qarabağ komandasının yeni futbolçusu Bakıdadır. Rəsmi transfer var. Eyni zamanda daha bir qapıcı transfer etməyi planlaşdırır Qarabağ komandası. Bu kimdir? Və Qarabağdan kimlər ayrılacaq? Neftçi komandasından kimlər ayrılacaq? Neftçi komandasında nə kimi yeniliklər var? Milli komandamızdan, Avrokuboklardan olduqca möhtəşəm xəbərlər var dəyərli dostlar. Məncə sona qədər izləməyə dəyər bu proqramı. Sona qədər izləyin ki, bütün bunlardan xəbərdar olasınız. Videonu bəyənin, chatlər bölümündə fikirlərinizi yazın. Kanala abunə deyilsinizsə, abunə olub bildirilişləri açıq tutun. Mən isə bu möhtəşəm xəbərləri sizlərin nəzərinizə çatdıracağam. Dəyərli izləyicilər, bildiyiniz kimi Miray balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz. Bu Ramazan günlərində dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki, balamızı xilas etmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm. Vaxtınızı aldığınız üçün üzr istəyirəm. Amma vacib olmasaydı, çarəsiz olmasaydı paylaşmazdıq. Dəstək olan, bizi başa düşən hər kəsə öncədən təşəkkür edirəm. Dualarınızı əsirgə etməyin. Mən isə məlumatlara keçid alım. Dəyərli izləyicilər, bir qədər öncə qeyd etdim, Qarabağ komandası yeni transfer reallaşdırıb, artıq futbolçu Bakıdadır. Amma ondan öncə Qarabağdan ayrılacaq futbolçular haqqında məlumat vermək istəyirəm. Hansı ki, Mateusz Kucharski Qarabağdan ayrılmaq üzrədir. Düzdür, Qarabağ komandası Mateusz Kucharskiyə yeni bir illik müqavilə təklif edib, amma müqaviləni daha da uzatmaq istəyir. Amma Mateusz Kucharski getməkdə qərarlıdır. Çünki bu il Azərbaycan çempionu Qarabağ komandası olacağı kimi görünmür. Belə deyək, Sabah komandası Azərbaycan çempionu olacaq. Çox güman ki, ona görə də Kucharski Çempionlar Liqasında oynayan bir komandada çıxış etmək istəyir və bu Polşanın Lech komandasıdır. Hansı ki, Lech komandası da Mateusz Kucharskinin xidmətində maraqlıdır, dəyərli dostlar. Bəli, Fabian Buntic də yol üstədir. O da Qarabağda ikinci qapıcı olmaqdan artıq bezib illərdir. Almaniyalı, Xorvatiya əsili Almaniya vətəndaşı olan Fabian Buntic də Qarabağdan ayrılmaq üzrədir. Şəhrüddin Məhəmmədəliyev ilə isə Qarabağ komandası müqaviləni artırmaq istəmir. Çünki o qolundan ağır zədə alıb və tez-tez bu zədə təkrarlanır. Ona görə də yayda başa çatan müqaviləsini Qarabağ komandası yeniləmək istəmir. Bəs Qarabağ komandası nə edəcək? Qapıçılar, əsas 3 qapıçı, 3-ü də yola salınırsa, onda nə baş verəcək? Qarabağ komandası çalışır ki, birinci növbədə Mateusz Kucharskini saxlasın əsas qapıcı kimi. Fabian Bunticə yaşıl işığı yandırırlar getməsi üçün. Onun əvəzində İmişlinin qapıcısını transfer etməyi planlaşdırır. Bu barədə hətta qapıcının meneceri də məlumat verib. O bildirib ki, Belarus mətbuatına verdiyi açıqlamasında bildirib ki, Qarabağın heyətini formalaşdıran əsas menecerlərdən birinə qapıcı ilə danışıqlar aparmağa icazə vermişəm. Deməli, mövsümün sonunda onun daha yüksək səviyyəyə qalxması üçün bütün variantları nəzərdən keçirəcək deyə Xleboslov bildirib, hansı ki, Andrey Sinenkonun meneceridir, dəyərli dostlar. Görək, Qarabağ komandası Sinenkonu transfer edəcəkmi? Bildim ki, Azərbaycanda İrəvan komandasına çıxış etmişdi, daha sonra İmişliyə keçdi və özünü doğrudan da bu mövsüm yaxşı tərəfdən göstərdi və bu səbəbdən də İmişli bir çox komandalara baş ağrı oldu. Onun qapısını toxunulma saxlanması səbəbindən. Dəyərli dostlar, təbii ki, Qarabağ komandası Sinenkonu əsas qapıcı kimi transfer etmir, ikinci alternativ qapıcı kimi transfer edir. Amma yenə də Qarabağda özünü yaxşı tərəfdən göstərə bilər. Və Qarabağın transferlərinə gəldikdə, Nigeriyadan bu iki futbolçu Qarabağın düşərgəsinə gəliblər. Bu barədə Nigeriya mətbuatı da məlumat yayıb, artıq Azərbaycan mətbuatında da bu barədə yəqin ki, oxumusunuz. Bunlar Onyema Chukwumobin
və demək Onyema Fransis Çupomovi və Akinrofen Mikael Alretodur. Hansı ki, bir neçə ay öncə bu barədə sizlərə məlumat vermişdik. Hansı ki, Avtomobil Hacıyev bu futbolçuları deməli Nigeriyanın Laos şəhərində keçirilən kubokda bəyənmişdik. 8 futbolçu, onlardan ikisi artıq gəldi Bakıda. Onu da qeyd edim ki, daha əvvəl yayda 2 Afrikalı, Nigeriyalı futbolçunun da sıralarına qatmışdı Qarabağ. Bunlar Muhyiddin Olide və Tohib Abiudindir. Deyəcəksiniz ki, bu futbolçular hardadır? Bu futbolçular 19 yaşlarından ibarət komandada çıxış edirdilər, dəyərli dostlar. Yəqin ki, qarşıdakı mövsümlərdə bu futbolçuların bəzilərini əsas heyətdə görəcəyik. Təbii ki, Qarabağ komandası bunları gətirir. Əgər performansdan razı qalacaqsa müqavilə bağlayacaq və gələcəkdə bu futbolçularla Qarabağın əsas heyətinə düşə biləcək futbolçulardır. Dəyərli dostlar, Qarabağ isə bax Dani Boltu yola salmağa hazırlaşır. Çünki Qurban Qurbanov onun performansından razı deyil. Aldığımız məlumata görə Bəhlul Mustafazadə zədələnənə qədər əsas heyətə düşə bilməyən Dani Bolt, Bəhlul Mustafazadənin zədələnməsindən sonra əsas 11-likdə yer alsa da öz performansı ilə Qurban Qurbanovun diqqətini çəkə bilməyib və ona görə də Qurban Qurbanov onunla yolları ayırmaq niyyətindədir. Görək ki, yayda onsuz da Qarabağdan çox saylı ayrılıqlar gözlənilir. Onun fonunda Dani Boltu da yola salacaqlarmı? Görək, hər halda məlumat bu yöndədir. Biz də sizin nəzərinizə çatdırdıq. Neftçi komandası Edwin Kuçla yollara ayrılmağa niyyətlidir. 2027-ci ilin yayına qədər bu futbolçu ilə müqaviləsi var Neftçi komandasının, amma Vernidu bu futbolçunun xidmətinə maraqlı deyil və ehtiyatda adətən oturur bu təcrübəli futbolçu. Ona görə də boş yerə niyə də maaş xərcləsinlər, razı salıb futbolçunu yola salmaq istəyirlər. Vernidu ilə isə müqavilə uzadılacaq. Neftçi tərəfi belə istəyir. Təbii ki, 60 yaşlı mütəxəssis buna razı olacaq mı, olmayacaq mı? Məncə razı olacaq. Özü də Neftçidə uğur qazanmaq istəyir kimi görünür və Neftçi onun gəlişindən sonra yüksəlişdədir. Və aldığımız məlumata görə Neftçi Avrokubokları vəsiqə qazansa da, qazanmasa da bu mövsüm Vernidu'la yola davam etmək istəyir Neftçi komandası. Çünki yüksəlişi görürlər və gələcək mövsümlərdə Neftçidən yaxşı performans görmək olar. Bu arada Neftçi azarkeşlərini də təbrik edirəm. Komanda axır ki, o qara çuxurdan desən, yavaş-yavaş çıxmaq üzrədir. Və milli komandamızdan bir xəbər var, onu da sizin nəzərinizə çatdırım. Sonra Avrokuboklar barəsində danışacağım. Dəyərli dostlar, milli komandamız bilirsiniz məşqlərə start verib və ayın 27-sində və 30-unda 2 qarşılaşma başlayacaq. Sumqayıtda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 27-si saat 19:00-da Saint Lucia'nı, 30-u 19:00-da isə Sierra Leone yığmasını qəbul edəcək. Milli komandamıza hər iki oyunda uğurlar arzu edirəm. Siz nə düşünürsünüz? Milli komandamız bu dəfə qələbə qazanıb bizləri sevindirə biləcəkmi? Fikirlərinizi şərhlər bölümündə yazın. Hələ də videonu bəyənməmişsinizsə, zəhmətinizə dəyər vermək üçün insanlıq xatirinə bir bəyənmə edin və dostlarınızla paylaşın. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Mən isə sizlərlə sağollaşıram. Növbəti daha maraqlı videoda görüşmək ümidi ilə. Hələlik.